getir boran çəndə, gərək düşmən düşsün dərdə. Sədəfli sazayı balım sinəm üstə, pərdə-pərdəyə gəzəkdim ikar. Sədəfli sazayı balım sinəm üstə, pərdə-pərdəyə gəzəkdim ikar. Alı babadır canımız göyçədim o, halımız sənə candan bağlıyıq qərbi Azərbaycanımız, sənə candan bağlıyıq qərbi Azərbaycanımız. Gönlü bulayaq keçim necə, cavanlarda bir bax gücə. Gönlü bulayaq keçim necə, cavanlarda bir bax gücə. Axçalından ay bana bircə gecə, qonaq oluyub qalaydım ikar. Axçalından ay bana bircə gecə, qonaq oluyub qalaydım ikar. Alı babadır canımız göyçədim o, halımız sənə candan bağlıyıq qərbi Azərbaycanımız, sənə candan bağlıyıq qərbi Azərbaycanımız. Kuzu kəndin yay küləyi, yuva qurur leyləkləri. Kuzu kəndin yay küləyi, yuva qurur leyləkləri. Nazlı gözəl pəriləri dönüb geri qalaydı kar. Nazlı gözəl ay balım pəriləri dönüb geri qalaydı kar. Alı babadır canımız göyçədim o, halımız sənə candan bağlıyıq qərbi Azərbaycanımız, sənə candan bağlıyıq qərbi Azərbaycanımız. Qara xaçı tutub duman, o yerlərə yoxdur güman. Qara xaçı tutub duman, o yerlərə yoxdur güman. Zirvələrdə qartar uçan, o yerləri gəzəkdim ikar. Zirvələrdən ay balam qartar uçan, o yerləri gəzəkdim ikar. Alı babadır canımız göyçədim o, halımız sənə candan bağlıyıq qərbi Azərbaycanımız. Alı babadır canımız göyçədim o, halımız sənə candan bağlıyıq qərbi Azərbaycanımız. Alı babadır canımız göyçədim o, halımız sənə candan bağlıyıq qərbi Azərbaycanımız, sənə candan bağlıyıq qərbi Azərbaycanımız. Bir yaxınlaşın əlinizlə göstərin. Ben Tahir Mürsəloğlu İskəndərov, Amasya rayon kənd icmasının sədriyəm. Bizim Amasya'nın görkəmidir. Amasya rayonunun, Amasya mərkəzinin, Amasya kəndinin görkəmidir. Deməli bu Amasya'nın rayona daxil olan hissəsidir. Rayona daxil olan. Bu da həmən hissədir. Bura bizim Amasya'da yeməkxanaydı. Bura avtovağzal, bura poçtun binasıdır. O yuxarıdakı Amasya'nın xəritəsidir, Ümumi Amasya.
Bu Amasya gölü, Arpa gölüdür bizim. Bizim Amasya'nın güzel gölü. Böyle necə deyim, dincəlməli bir meşan gölü. Bu Amasya'nın lap girişindən bu deməli 1941-45 veteranlar müharibədə həlak olanların abidəsidir. Bu da o Amasya'nın giriş hissəsidir. Bu Amasya'nın biz meydanı deyirdik. Amasya'nın meydanı ve Amasya'nın parkına giriş kapısıdır bu. Giriş kapısı. Bu hemen parkın içindeki hebaredir. Amasya'nın. O yukarıdaki Amasya meydanıdır. Amasya'nın orada birinci o görünen bina məhkəmənin binasıdır. O biri bu tarafta görünen icra hakimiyyətinin binasıdır. Bu da hemen bu parkın bak bu kapısıdır. Parka giriş kapısıdır bu da. Bu da. Size sual vermek olar. Bu kentin adı ne? Bu kendin adı kendin adı Güllüce kendidir. Güllüce kendidir. Güllüce. Elə bir ki, Şulabatdan durub çəkiblər onu. Güllücə, bu tərəfdə öcü balıqlı, He. orada Kuzuken, o tərəfdə də öysüz. Sağ olun. Belə Emil müəllim, bu da bizim Amasyalılardır, qonşularımızdır. Hamısına bugün belə yığışmışıq buraya ki bir şadlanaq, sevinək. Çoxdan görməmişik bir-birimizi. İndi burada görüşlərimizi. Alxan müəllimi də, Faiqi də danışdıra bilərsən, mən getdim sağa. Amasya'nın o xatirə lövhəsindən tanış olduq. Hərçənd ki, Amasya'da çox xatirələrimiz var, amma Amasya'nın 3 şəhidi var ki, hansı ki, ikisi biri mənim dayım oğlu Ədirxandır, Məmmədov. Mənim qardaşım Oktay Şabanovdur. Biri də Yavərdir, o tankist idi, Mingəçevirdə. Allah içinə də rəhmət eləsin. Allah qalanlarına can sağlığı versin. Xatirələr böyükdür, ona görə biz yığılmışıq bura Amasyalıların gününü təbliğat eləməyə və bir-birimizi görürük, canlanırıq. Az çox köhnə xatirələr yada düşür. Çox sağ olun ki, siz də bizi çəkirsiniz, işıqlandırırsınız. Allah var eləsin hamımızı. Şahidi gözlüyordu, şahit yazıyor. Amerika'da var. Almanya'da katta Amerika'da bir de var. Masada işliyor. Evet, tamam. Kabormanın altında değil. Büyük maliye.
Hamınızı salamlayıram. Hoş gəlibsiniz. Sizə bu başdan öz minnətdarlığımı bildirirəm. Bu gözəl gündə bir yerdə Amasyalı olmaqla Amasya kəndini yad edirik. Hamımızın ailəsində belə bir gözəl günün olmasını arzu edirəm. Sizə yenidən deyirəm, öz minnətdarlığımı bildirirəm. Bu səfər mənim də sözümdür. Məclis əhli, hoş gəlmişsiniz. Siz Amasyalılar, biz Amasyalılar olaraq qəlbi təmiz, saf insanlar sizi hər birinizi salamlayırım. Salam olsun çox hörmətli qonaqlarımıza. Salam olsun kəndimizin sahib seçilən ağsaqqallarına. Salam olsun ürəyi burada olub, özləri burada olmayanlar, ekran arxasında oturub bizləri seyir edənlərə salam olsun. Salam olsun qürbətdəki bizim torpağımıza, üzərində gəzdiyimiz o torpaqlara, suyuna, havasına, kəndinə, kəsəyinə salamlar olsun. Amasya günü tədbirinə hamılıqla xoş gəlmişik. Bu tədbiri Allah buyursa, mən İslamov Cəfər, Amasya şehriyi qrup rəhbəri olaraq, Tahir İskəndərov kənd icma sədri olaraq təşkil edədiyimiz bu Amasya günü tədbirini alqışlayırıq və bu tədbirin keçirilməsində əmək keçənlərin hər birinizə təşəkkürümüzü bildiririk. Sağ olun ki, varsınız və buradasınız. Tədbirimizin mənası, qayəmiz odur ki, elimizi, obamızı yad eləmək, ellərimizlə bir yerdə görüşmək, hal-əhval eləmək, bir anlıq da olsa özümüzü kəndimizdə istəyirəm. Amasya şehriyi, mən sizin hər birinizlə fəxr edirəm. Ona görə ki, siz qəlbi təmiz, saf insanlarsınız. O gün olsun, sülh olsun, gedək elimizə, obamıza, kendimizi, qəbristanımızı ziyarət edək. Sağ olun, Allah'a emanet olun. Diqqətinizə görə sağ olun. Hamıza yenidən öz minnətdarlığımı bildirirəm. Açılış üçün Amasya kənd sakini, ağsaqqalı Firidin Tarıq'a verirəm. Gəl sana Firidin mənəm buraya gəl. Əziz Amasyalı, xahiş edirəm bir şey dəqiq. Hamınıza salamlayıram, xoş gəlirsiniz, həmçə belə gözəl məclisdə iştirak edirsiniz. Bu Amasyalı birliyidir. Amasyalı birliyini biz uşaq vaxtından hiss eləmişik. Bugünkü gündə bu birliyi davam etdirənlərə, bunu təşkil edənlər, Cəbir müəllim başlarına öz minnətdarlığımı bildirirəm, çox sağ olun deyirəm. Bunu davam etdirmək lazım. Bunu gələcək nəsil davam edir, gələcək nəsil davam edirsin. Bilirsiniz nə var? Deyir qoca, deyirəm qocalıq bir söz deyəcəm. Deyir, gözdə qəhər olanda göz göynədir adamı. Dildə zəhər olanda söz göynədir adamı. Qəm can sökülüb töküləndə, göydən dərd töküləndə, baxsız büküləndə diz göynədir. Vaxt öləndə qaraya, çatan olur qalaya. Səhviləndə yaraya, düz göynədir adamı. Qəm nəfsi yerdə gəldi, şah oldu, taxta gəldi. Elə ki, şahdan gəldi, diz göynədir adamı. Kədəri atmaq olmur, ömrü yaşatmaq olmur, 90'a çatmaq olmur, yüz göynədir adamı. Sağ olun, hamımıza uzun ömür çatsın. Hamımıza qocalıq sirvətini qocalarsınız, yüzə çatarsın, yüzdən dağılır. Sağ olun, hamımıza can sağlığı, uzun ömür. Dəvət edirəm, gəlsin Şəmsi müəllim bizim məclisi davam elətdirsin, gürləndirsin öz şeirlərimlə, öz sözlərimlə.
eldə obada ağsaqqallarımızdan biz Amasya yox, Hamasa eşitmişik. Hara gelirsən Hamasa. Mən araşdırdım, Hamasa ərəbcə mərd, igid, ərən deməkdir. O torpağın övladları həmişə ərən olub, igid olub, vuruşublar və sizə bir farklı da deyim ki, 18-20-ci illərdə daşnaqlar ancaq Ağbalıya girə bilmir. Heç o. Çünki onların gəldiyi tərəf, bir tərəf Hamas olub, bir tərəf Təzəkətdən gəlmək istəyirlər. Təbii ki, Qars tərəfdən gələ, Çıldır tərəfdən gələ bilməzdilər. Və bu torpaq həmişə öz igidliyi ilə, öz saflığı ilə, mənəvi dünyası ilə özünə məxsus bir torpaqdır. Bugün Hamasa kəndinin tanıtım günündə, necə deyəlir, insanların bir yerə yığıldığı bir gündə hamınızı xoş gördük, hamınıza can sağlar diləyirəm, hamınızla bir yerdə bu gözəl günü şən, şakra getirəcək inşallah. Amma ilk növbədə bizim Amasya rayonu 22.000 nəfər əhali gəlib, tək sonuncu deportasiyada 144 şəhid vermişdir. Həm Amasya şəhidlərini, həm bütün cəmi şəhidlərimizi, o cümlədən sabah Milli Qurtuluş günüdür, Milli Qurtuluşun memarı Ulu Öndərimiz Heydər Əliyevin xatirəsini yad etmək üçün, onlara ehtiramımızı bildirmək üçün xahiş edən bir dəqiqəlik sükut üçün ayağa durasınız. Allah şəhidlərimizə və ümmilli liderimizə rəhmət eləsin. Biz Amasyalı olarak, Ağbalı olarak çok sağ olun, yerleşin. Demek biz bir Türk evladı olarak hemşe deyirik ki, Nuh'tan gelen soyun belli, savaşçıyan, huyun belli, yığıncağın toyun belli, tarihleri gör.
özüməm, Bozqırdoğlu, Türk özüməm. At belində doğulmuşam, sanki sirli nağılmışam. Mən şimşəkdə yoğulmuşam, qaya kimi bərk özüməm, Türk oğluyam, Türk özüməm. Bugün Hamasa kəndi o Ağbaba Şörək illərinin mərkəzi olaraq Amasya kəndinin bu gözəl insanlarla bir arada olmaq xoşbəxtliyi var və təbii ki Amasa özünə məxsus adət-ənənəsi ilə, musiqisi ilə, folkloru ilə digər bölgələrdən fərqli olubdur və təbii ki biz elə məclisimizin açılışını Usta Qəşərin ifasında bir Ağbaba havası ilə mütləq qeyd eləməli, elə açılışının Hamasanın himni ilə bizim ruhumuzdur. Buyur Qəşər. Buranın yanında.
həmişə özünün adamlarının saflığı ilə, təmizliyi ilə, gözü könlü toxluğu ilə fərqlənibdir və onu belə vəsf eləmək olar. Anadolu yaxasında bir el var. Oğuz eli, yurt yeri də Ağbaba. Qar papaqlı qarşı yaxa dağları, Ərdahanın sırt yeri də Ağbaba. Yaylaqları tər bənövşə qoxuyur, qulaqları zümzümə yeri qoxuyur. Hər çiçəyimin bir xalı toxuyur, qayaların sərt yeri də Ağbaba. Erzurumun gədiyindən bəridir, ocaq yeri ərənlərin piridir, ölmüyüzdür, qaçaq Yusuf diridir, ağzı qanlı qurt yeri də Ağbaba. Qaygırıdan çıldıracan gül ocaq, çörəyimdən yollar qarsa varacaq, şəhidləri məzarından duracaq, əsir düşən mərd yeri də Ağbaba. Həm yaxındır, həm çatmaz uzaqdır, qaçaq düşür yuxuların nə vaxtdır, içində qol, çölündəki sazaqdır, göğsündəki dərd yeridir Ağbaba. Bugün Ağbaba mahalının, Ağbaba ellərinin günüdür, Amasa günüdür. Bu gözəl gündə ağsaqqalımız Aslan müəllimi dinləmək istəyirik. Buyurun Aslan müəllim, söz sizin. Əvvəla mən bu tədbiri təşkil edən, bu iş yolunda zəhmət çəkən Tahir və Cəfəri təşəkkür eləmək istəyirəm. Çünki Amasyalıları, yəni Ağbaba şöhrər ətrini daşıyanları bir yerə toplayıb, elə adamlar vardı, mən 20-25 il qabaq gördüyüm insanlardı bu gün burada rastlayalım. Çox sağ olsunlar. Mənim bir arzum var ki, bu cür toplaşmaqla bunu davam elətdirək və gələcəkdə bizim nəsillər bizdə görməsək, bizdən sonraki nəsillər yeni Ağbaba şöhrərdə məskət salacaqlar, qoy düyün eləyəcəklər, ailə quracaqlar və firavan yaşayacaqlar. Sağ olun, öpürəm hamınızı, sağ olun. Çox sağ olun Aslan müəllim. Görürsünüz ki, atalar nədir? Deyir, çörəyi ver çörəkçiyə, bir də üstəlik. Aslan müəllim, necə deyirlər, ustad mədəniyyət işçisidir. O saat dedi ki, mikrofon oxumaq üçündür, biraz aranı tutmaq lazımdır ki, eho verməsin. Çox sağ olun Aslan müəllim. Və bizim Ağbaba ellərinin bir xüsusiyyəti var idi ki, kim hansı sahədə işləyirsə, o sahənin ustası olmalıydı bu hökmdür. Və bu anda sözü Şaşıq müəllimə verirəm. Katibi çağıracaq, narahat olmayın. Siz indi gəlin, siz ağsaqqalsınız, böyük atalar deyir, böyüksüz yerdə oturmaq olmaz, siz ağsaqqalsınız, sizi dinləməliyik, sizin xeyir duanızı almalıyım. Nə gözəl bir məclisdəyik və xahiş edirəm Şaşıq müəllimi bir alqışlayan alqışlarınızla gəlsin, küçündə deyilsin. Katip sözünü deyəcək, amma əvvəlcə siz ağsaqqal kimi deməlisiniz. Hoş gördük, həmişə belə gözəl məclislərdə iştirak edəsiniz. Allah razı olsun. Ben de Amasya xalqının
Amasya xalqını bugünkü gündən hamı təbrik edirəm. Gün o gün olsun ki, həmişə yaşa. Bir gündən neçə ki canımızda canlı sağlığı var, yaşaq görək sonumuz ne olur. Başta da Firidun məzun olmaqla mən fəxr edirəm Amasyalılara. Sağ olun, Allah razı olsun. Çok sağ olun. Aslan Şaşık müəllim, alkışlayırıq. Alxan müəllim, gözəl Alxan müəllim, gözəl insan. Sizi də dinləmək istəyirik. Siz qəlbinizdə Ağbaba xatirələrini, Ağbaba adını, ruhunu yaşadan adamlardansınız. Sizin burada olmağınız elə məclisin gözəlliyidir. Sizi kimi ağsaqqallar həmişə gənclərə örnəkdir və sizin xoş sözlərinizə ehtiyacımız var. Buyurun. Çox sağ olun, minnətdaram. Tahir, Cəfər, minnətdaram sizə, qardaş. Bu şeyləri siz təşkil edirsiniz, əziyyətli çəkirsiniz. Allah sizi valideynlərinizə olan rəhmət edəsin. Arz edirəm ki, indən belə həmişə xoş yemişəm, xoş söhbətlər edirəm. Sağ olun, mən Sinəmdə doğrudur başqa şeylərdən var. Bizim rəhmətli Hacı müəllim var idi. Orada mən başqa şeylər deyəcəm, mən bir balaca şair yanında bəzməyə baxıyorum. Bizim bir Əzafı Mikeyl'in Dağlar Qoynunda bir nəzirə yazmışıq. Onu mən deyim, sonra başqa şeylər də var deyəcəm. Ağbaba dediği güllü çiçəkli, çörəyidir bərəkətli. Aliyev İlyasdır hörmətli, Dağlar Qoynunda. Göy bulağın üstə birgə, ayaq saxla, sən bir dincəl, əmlikdən mən kebab çəkim, Dağlar Qoynunda. Aşıq ömrün gölə yoldur, çiçəklərin vaxtsız soldu, şenli öldü, gözün doldu, Dağlar Qoynunda. Murtuz ağa dövran sürdü, qaçaq Yusuf meydan qurdu, Qara Məhməd məclis qurdu, Yusuf'un namət o Dağlar Qoynunda. Şörəyə alimlər yurdu, Ağbaba igidlər verdi, Amasya divanı qurdu, Dağlar Qoynunda. Sonra bizim bacalarım var, Allah rəhmət eləsin. O geldi müzikdə, mən dəftərimi keçirədə, deyirəm, Ağbaba bir yaşında deyirəm, müzikət sənədim onda. Şahirsinin yanında mən şair deyirəm, müzikət səsəməli zat, mən izlədik deyib, məndən bir şair olan deyirəm, böyle şeydir. Xeyli vaxtdır səndən uzaq düşmüşəm, sənsən hər bir arzu, sözüm Ağbaba. Bilsən ayrılığa necə dözmüşəm, sənsiz hər cəfaya gözüm Ağbaba. Yuxuda görürəm uca dağları, güllü yaylaqları, buz bulaqları. Kuş olup bunaydım zirəmələri, süzəydim çəməni, gözüm Ağbaba. Bilmirəm bu qəza aradan gəldi. Kim kimi incitdi, xatirinə dəydi, yoxsa ki göydən mi haqlan verdi, indi xəyalında gəlir Ağbaba. Sənsiz zindan olur hər gecə günüm, qatlanır dizləri, bükülür belim, ayrılıq çox çəkir, inciməni idim, günahkar deyiləm, özüm Ağbaba. Alxanı həsrətin gətirdi dilə, çəkməyənlər bu dərdi, vətənlərini çəkmədən bulunmaz, çəkməyənlər bu dərdi çəkdim dilə, qışda parlıqanlar, yanına fərqələ, elə həsrət var, özüm Ağbaba. Ağbaba belə mətbəlçiydi, belə bir obardı, cəmaatı boş, rəhbar bir-birindən qəşək, mehriban yaşayır. Şairliği yaşayırlar, bizim Ağbaba. Sonra Ağbaba xatirələri də var, ondan birisini deyərək. Burada bəzi ayoldaşlar fikirləndirir, bəzi adlar var, şərtlidir, ha. Devamı mən səndə. Biçincilər, biçəndə Hacı Məhdim kərəndisi qırardı, sarı kişi ona nizam qurardı. Bir dağ çətinlərə çumuzlu qulaq, bir bar tərətədə püskülü qulaq, yanıdırlar sınıqlərə, müşqaya, salamatla heç gəlirlər müsaya, babalardan xatirədir hər qaya. Tıqıqçılar yanaqlarda yığanda,
Yavaşlar ili bulup duranda, yavaşlar ili bulup duranda bir şey ağam karnında çalardı, aslan dayı heyva gibi oynardı, sağınçılar ataştan bakardı. Çöreğinin faslavaşı, pendiri, ağbabanın sütü, yağı, pendiri, adam çatıp yandıranda pendiri, onun boşu tüfresine gelerdi, ətli xəngəmişler yerdi. Yavaş çok. Ağlılar zarafatı edəndə, acı bibarı ağlırat yiyəndə, gözlərindən acı sular baxardı, ağlı niyə ağlayırsan sorardı, o da ağlı olur deyib, görüb deyərdi, oynayandan böyle düşərdi. Kərəmçilər qəhqəh çəkirdilərdi. Sentyabrda Qarakahya edərdik, İstihanda bulğur, yarma döyərdik. Camdan aşıb gündəyə gedərdik, uşaqların bazarlığını edərdik, zərbil dolu evimizə dönərdik. Çok sağ olun, var olun. Yine meydan musiqinin değil, tabii ki. Allah'ın hizmetine bol olubdu. İndi ustanın ifasında güzel bir baba havası.
Yandırım onda. Çok sağ olun, var olun. Ağababa ruhunu təzədən yaşamaq özü də gözəl bir şeydir. Değerli meclis iştirakçıları, bildiğiniz gibi Amasya rayonu öz alimleriyle, öz değerli ziyalarıyla, qəhrəman övladlarıyla, şəhidləriyle həmişə fəxr edib və fəxr eləməkdə də haqqımız var. 22 bin əhalisi, 22 bin nəfər əhalisi olması Amasya rayonu, Azərbaycan elminə 3 akademik, minlərlə profesör, sayı hesabı olmayan fəlsəfə doktoru veribdir və bugün bu məclisdə bu icmanın rəhbəri olaraq akademik Abel Məhərrəmov, biz ona təşəkkür edirik. Amasya elin ağsaqqalı kimi, bizə bu şəraiti yaradan bir adam kimi fəxrimizdir, başımızın ucağıdır. Və Amasya torpağı, Amasya eli öz hərbiçiləri ilə, döyüşçüləri ilə də həmişə fəxrlənir. Ağbaba süvari alayının 700 nəfər atlısı bütün o mahalın, talim və şöreyin, həmçin Ağbaba mahallarının əhalisinin daşnak qırğınlarının tutaran bir alay olubdur. Nazmanov'un topunu, pulemyotunu bizim atlılar əllərindən alıblar. Belə iki təhdidçilərimiz olur. Və bugün Amasya'nın mən bilən üç generalımız var. Onlardan biri de Azerbaycan Hava Qüvvələrinin komandanı olmuş General-Leytenant Ramiz Tahirov almışdır. Cənab General, biz sizinle fəxr edirik. Siz Azerbaycan torpağının Amasya ruhunun daşıyıcısınız ve sizin şəxsinizdə bütün hərbiçi qardaşlarımızı, hərbiçi oğullarımızı almışdır. Allah sizi var eləsin. Siz bizim fəxrimizsiniz, siz Amasya'nın bu torpağın fəxrisiniz. İstəyərdir ki, ürək sözümüzü deyəsiniz. Elə mən buna gəldim. Sizinle yanaşı durmağın özü də bir şərəf. Çok sağ olun. Ben gelin bakalım. Gəlin. Çok sağ olun söz verdiğinize göre. Aziz Amasyalılar, hamınızı salamlayıram. Allah size can sağ uzun ömür versin. Birinci dəfə belə tədbirdəyəm. Fəxr sizin buyurum. Ben bir-iki kəlmə demək istirdim. Müharibə hakkında, yani çok şeyler bilinmir, danışmamışam. Müharibeden sonra özümü iklaf etmemişim. Ancak istəyirəm siz Amasyalılar bəzi şeyləri bilirsiniz. Birinci növbədə xahiş edirəm söhbətin biraz bulasın, yani başka yerde bu sözü işitməyəcəksiniz. Siz Amasyalılar fəxr edə bilərsiniz ki, 44 günlük vətən müharibəsinin qələbəsində sizin böyük payınız var. Müharibənin 44 günlük vətən müharibəsi qələbəsinin əsasını qoyan hərbi hava qüvvələridir. Hərbi hava qüvvələri komanda Amasyalıdır. Mənim timsalımda, yəni siz hamınız varsınız. Bir-iki sözdür müharibə haqqında bilərsiniz, heç vaxt danışmamışam, indi sizə bunu danışım. Bilirsiniz ki, ikinci vətən müharibəsində birinci növbədə əsas qələbənin əsasını qoyan hərbi hava qüvvələri fəaliyyəti oldu və əməliyyatın adı Qarabağ müjdəsi olub. Həmin əməliyyatın mühalifi mənəm. Bu əməliyyat nəticəsində düşmənin hava hücum müdafiə vasitələri məhv edilib, hava üstünlüğü qazanılıb və bunun nəticəsində düşmənə, onun zirvə texnikaya, artilleriyaya, şəxsiyyətinə, yəni
edilir. Bununla düşmənin müdafiə imkanı xeyli dərəcədə aşağı düşür və bizim quru qoşunlar həmin o deyilən Seyran Əqənət xətti var. 7 zolaqdan ibarət mühəndis qurğuları asanlıqla keçib və bunun nəticəsində bizim millətimizin şəhidlərin sayı hərbi şəhidlərin sayı 2908 nəfərdir, 6 nəfər itki düşüb və 94 nəfər mülkün vətəndaşlar həlak olub. Yəni 3008 nəfər. Ermənilərin sayını bilərsiniz, 12.000-ə yaxındır. Heç bir müharibədə belə nisbət olmur. Bilirsiniz ki, hücum əməliyyatda hücum edən tərəf ən azı 3 dəfə artıq itki verir düşmənə nisbətən olaraq. Əgər ermənilər 12.000 itirirsə şəxsiyyəti, biz 30.000-ə yaxın şəxsiyyət itirməliyik. Onun əvəzində 3.000 nəfər. Niyə? Yəni bu əməliyyat birinci dəfə, bu əməliyyatın deməli təhlili biləsiniz ki, Avropada, Amerikada, hərbi akademiyada bu əməliyyat təhlili olunub. Bu əməliyyatın deməli birinci hərb tarixində, birinci dəfə küllü miqdarda pilotsuz uçuş aparatları istifadə olunub. Deməli, aviasiyanın bir yerdə, vertolyotlarla, dərələrlə bir yerdə pilotsuz uçuş aparatları istifadə olunub. Xahiş edən bir qulaq asasında sonra söhbət edərsiniz. Yəni, bunu sizə heç kim danışmayacaq sonra. Amma sağda siz biləsiniz. Yəni, bunu da kiməsə sonra izah edəndə, danışanda həmin faktlarla istina olub bu sözləri deyəsiniz. Mən deyən sözlər hamısı faktiki olaraq televiziyada subutlarla, faktlarla görə bilərsiniz. Arxivi qaldırıb görə bilərsiniz hansı zərbələr düşmənə indirilir. Və bunun nəticəsində nə əldə olunur? Bunu bilməlisiniz. Yəni, itkilərin sayı 3000 itki vermişik. Yəni, bu Guinness kitabında görünməyən bir rəqəmdir. Heç bir tarixdə belə şey olur. Və xaricilər bu əməliyyatı çox dərin təhlil ediblər, öyrədiblər və deməli Avropanın, Amerikanın hərbi akademiyalarında bu tədris proqramında bu əməliyyatın deməli dəstəkləri orada istifadə olunur. Bir fakt da deyim sizə. 2023-cü ya 22-ci ildə Amerikada olanda mən görüşmüşdüm deməli Amerikalıların hərbi hava qüvvələri komandanıyla. James Brown. Sonra o baş qərargahı oldu onların Amerikalıların hərbi hava qüvvələri. Və o mənə deyir ki, mənə Azərbaycanlı Amasyada Amerikan 400'lü general deyir ki, xahiş edirəm, biz öz pilotsuz aparatların operatorları sizə göndərək, siz bizə təlim verin. Təlim verin bizə, Amerikanlı dedi, Amerikanlı general diyor. Yani birinci dəfə hər tərəfdə bu nəyə görə sayı az. Birinci növbədə izah edəndən sizə ki, havadan zərbələr endirilib və demək olar ki, kontaktsız müharibə olur. Yəni, quru qoşunların düşmənlə kontaktı az şəkildə olur. Bu təyinatlarımız, qruplar mühüm yüksəkliklər tutub, mühüm rayonlar tutub, ondan sonra da düşmən məcbur olub ya çəkilib ya da qırılır. Bu bir fakt. İkinci fakt, deməli, hərbi hava qüvvələrin fəaliyyəti bizim fəaliyyəti ikinci müharibədə, vətən müharibəsində Ruslar sonra misal üçün müharibə gedir, Rusya-Ukrayna arasında müharibə. Rusların istifadə etdiyi usullar havadan zərbə endirmə usulları. Biz tərəfimizdən bundan qala 2020-ci istifadə olur. Nələrdir? Misal üçün Rusya vaxtında, Sovet vaxtında istisal olunan bombalar hansı ki atılırdı, idarə olunmurdu. Biz müharibədən qabaq onları modernizasiya edib, idarə etmə bombaları kimi eləmiş. Yəni, dəqiq vasitə kimi onu istifadə eləmiş. Ruslar sonra ondan keçib, ya 4 tona qədər bombaları məhv etmə zonasına girməmiş, Ukraynalara başladılar bu bombaları vurmaq və bunun nəticəsində bəzi nailətləri əldə edə bilədilər şeylər, Ukrayna cəbhəsində. Yəni, fəaliyyətimiz bu olub,
biləsiz bunu. Biləsiz ki, bundan sonra da bütün deməli əməliyyatlarda birinci növbədə hərbi hava qüvvələri fəaliyyəti və kəşfiyyat fəaliyyəti birinci növbədə qiymətləndirilir və əsas prinsipçə götürülür. Həmişə görə biləsiz bu İsrail-İran müharibəsində bu yaxınlarda olur. Yəni havadan zərbələr edilirdi, kəşfiyyat aparıldı, heç bu yoxsullar da istifadə olunur. Yəni ikinci vətən müharibəsi, 44 günlük vətən müharibəsində qələbənin qazanmasında Amasyalıların böyük rolu var. Təbrik ederim. Sağ olun. Çok sağ olun Cənab General. Ve bugün Amasyalı olarak her birimiz sizinle, şehitlerimizle, gazilerimizle fəxr edirik ve edəcəkdir. Amasyalı olmak igid olmaktır. Amasyalı olmak vətən üçün yanmak deməkdir ve sizin şəxsinizdə bütün hərbiçilərimizi ürəkdən almışdır. Əziz dostlar, əziz qardaşlar, axşamınız xeyir olsun. Mən də bir hərbiçi kimi bir neçə söz demək istəyirəm. Mən də bir hərbiçi kimi orduda olduğuma görə Ramiz müəllimin sözlərinə bəzi əlavələr demək istəyirəm və onun danışdıqlarının həqiqətdir. Bu %100 həqiqət olan şeylərdir. Ramiz müəllim Allah canını sağ eləsin. Amasya rayonunun ən sayılan, ən hörmətli ailələrindən birində dünyaya gəlib, rəhmətli Allah babasına rəhmət eləsin, Məcid dayıya, Tərxalıya. Fürüddin müəllimin oğludur, özünüz bilirsiniz. Ondan başqa onun oğlu da bildiyimə görə hərbiçidir. Yəni həm hərbiçi, həm ziyalı ailəsində doğulmuş bir insandır. General-leytenant rütbəsinə qədər qalxmış bizim ən hörmətli, ən qabiliyyətli dostumuz, qardaşımız, vətəndaşımız bir Amasyalı kimi biz hamımızın ona hörmət eləməyi məcburdur. Onu da deyim ki, mən bildiyimə görə Amasya rayonundan bir 5'e yaxın general eşitmişəm. Mən dəqiq deyə bilmərəm, amma ikisini üçünü bilirəm. Abel müəllimin qardaşı dedilər, Daxili İşlər Nazirliyində general vəzifəsindədir. Ədliyyə generalıdır. Ondan başqa da mən bildiyimə görə 5 dənə Amasya rayonundan general yetişir. Ondan başqa Allah qəni rəhmət eləsin. Yaqub müəllim Güllübağın necə deyim, getirdiyi, bitirdiyi ən mərd, ən gözəl, ən şərəfli, ən layiqətli kişilərdən biri olur. Mən özüm də 15 il hərbidə qulluq eləmişəm. Polkovnik leytenant rütbəsi ilə azad olmuşam. Hərbidən pensiya çıxmışam. Ona görə mən Ramiz müəllimi ürəkdən təbrik edirəm, onun dediklərinə qoşuluram. Bir Amasyalı kimi mən biləsi bir 40'a yaxında şəhidimiz var rayonun kəndlərindən. Döyüşçülərimiz də ki, həddindən artıq çox olub. 44 günlük müharibədə mən voyenkomata müraciət eləsəm də dedilər, yaşım çoxdur. Getdim mən hospitalda, öz köhnə iş yerində, orada əməliyyatlar elədik, neçə yaralıları xilas elədik. Və mən bugün bu azadlıq üçün, bu necə deyim, sərbəstlik üçün bizim başımızı uca eləyən vətəndaşlarımız, qardaşlarımız, professorlarımız, dosentlərimiz, indi mən biləsi belə mənə çox məlumatlar çatır. Xaricdə də bizim adımızı yüksəklərə qaldıran çoxlu Amasyalılarımız var. Almanya'da, nə bilim, Fransa'da, orada, burada, Türkiye'de en çok. Onların hamısı Amasyalıdır, hamısı bizim kanımız, canımızdır, yüreğimizdir. Ramiz müəllim sağ olun, sizin sağlığınız olsun. Fürüddin müəllim, başta sen Allah'la. Ata özün ne bilirsin, bir elini onun çiğnine koy, laf da koy güçlensin. Sağ olun. Çok sağ olun. Doktor, hərbiçilər üçün
bir gözəl